Dil robotlaşır, sosial bacarıqlar zəifləyir. Süni intellektin, xüsusilə ChatGPT kimi alətlərin gündəlik həyatımıza təsirindən danışacağıq. Bəziləri üçün bu texnologiya artıq həyatın ayrılmaz bir hissəsinə çevrilib. İstifadəçilər bildirirlər ki, bu vasitə yalnız işlərində deyil, şəxsi həyatlarında da böyük kömək göstərir. Necə? Növbəti sujetimizdən biləcəyik. Bu texnologiyanın sürətlə yayılması və əlçatanlığı bir çox insan üçün yeni imkanları yaratsa da, onun mənfi təsirləri barədə narahatlıqlar da artır. İnsanlar getdikcə bir-biri ilə daha az ünsiyyətdə olur, bu isə sosial bacarıqlara mənfi təsir göstərə bilər. Biz ChatGPT-dən arxalanışırıq da, yəni insanlarla o qədər də ünsiyyətə keçə bilmirik. İnsanlar arasında bəli, kontakt mı deyim, əlaqə mi deyim, zəifləyə bilər. İnsanlar bir-biri ilə ünsiyyətdə olmurlar, sosiallaşa bilmirlər. Bununla yanaşı mütaliə vərdişlərinin azalması, insanların öz fikirlərini ifadə etməkdə çətinlik çəkməsi də müşahidə olunur. Söhbət zamanı cümlələrin tamamlanmaması, düşüncələrin yarımçıq qalması artıq adi hal alır. Bu isə dilin zəifləməsinə, nitqin kasadlaşmasına səbəb olur. O informasiyanı, məlumatı götürüb danışığımızda, nitqimizdə, yazımızda olduğu kimi tətbiq etsək, gələcəkdə biz Azərbaycan dilini sanki fərqli bir şəkildə təqdim etmiş olacağıq. Və bu bizim nitqimizə də birbaşa təsir edəcək. Birinci növbədə ünsiyyətə mane olur, ikinci növbədə nitqin dediyimiz kimi, nitqin sanki robotlaşmasına, nitqin sanki ümumiləşməsinə, mücərrətləşməsinə birbaşa zəmin yaradır. Və dil özlüyündən çıxır. Dil o səmimiyyətini itirir, dil sadəliyini itirir. Sanki üslublarımız fərqli olur. Lakin məsələ təkcə dil və ünsiyyətdə deyil. Psixoloqlar bildirir ki, süni intellektə həddindən artıq bağlanmaq insanın psixoloji vəziyyətinə də mənfi təsir göstərir. İnsanlardan uzaqlaşaraq bir rəqəmsal dostluq mühiti formalaşır və bu da insanları cəmiyyətdən təcrid edir. Düşüncəmizə təsir edəcək inkişafın qarşısını alan süni intellektdən isə bacardığımız qədər uzaq olaq. Oxuma da azaldıqca, sadəcə olaraq testin üzərində belə işləməyə başladıqca bu bizim danışığımıza təsir edir. Danışarkən kəkəlləmələr baş verir, danışarkən fikrini tamamlaya bilmirsən və natamamlıq kompleksindən əziyyət çəkməyinə məhz səbəb sənin ünsiyyət qura bilməməyindir. Mütəxəssislər deyir ki, süni intellektdən faydalanmaq lazımdır, amma insanlarla ünsiyyəti də unutmadan. Çünki inkişaf təkcə məlumatda deyil, münasibətdə, sözdə, dildə və hisslərdədir. Günəş Rzayeva, Diana Cəlali, Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Space xəbər.